Biz Allah üçün neyləmişik ki, Allah subhanahu wa ta'ala ruzumuzu özlərinə götürüb, müdafiə eləməyi özlərinə götürüb, kömək eləməyi özlərinə götürüb. Şeyx Ubeyd, Allah ona rəhmət etsin, biz böyük alimlərdən idi. Sual verirlər şeyxə və sual cavab əsnasında şeyxi sənə alirlər, bir iki də tərif deyirlər, şeyx ağlayır. Deyir ki, dua edin, ud'uli, mənə üçün deyir, dua edin. Vallahul musta'an. Allahdan kömək istəyirik. Əgər deyir, Allah mənə deyir, hesaba çəksə, mənə desə ki, ey Ubeyd, mədə sana'tə li əhli sünnə. Əhli sünnə üçün neynəmirsən? Mən nə cavab verəcəm, deyir Allaha onda. Bunu deyir, şeyx ağlayır, göz yaşlarını saxlaya bilmir ki, Allah mənə belə desə ki, sən əhli sünnə üçün neynədin? Mən ona nə cavab verəcəm? Böyük alimlər belə düşünür. Biz indi elmi az olan, əməllərində naqis olan insanlar, biz Allah üçün neynəmişik ki, Allah subhanahu wa ta'ala ruzumuzu özlərinə götürüb, müdafiə eləməyi özlərinə götürüb, kömək eləməyi özlərinə götürüb, sağımızdan, solumuzdan bizi qorumaq üçün mələklər təyin edib. Muaqqabət, gecə gündüz bizlə bir yerdə olan mələklər təyin edib.